Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Hörmətli dinləyicilər, Araz News radiosunun gündəm verilişinin yeni bölümündə sizləri salamlayırıq. Bugünkü proqramımızda İranın xarici siyasətindəki stratejik itkiləri və bölgədəki son həssas gəlişmələri ələ alacağıq. İllərdir nüvə ya həstəyi və muşaki bərnamələrini, eləcə də Hürmüz boğazını dünyaya və bölgəyə qarşın bir baskı aracı olaraq kullanan Cumhur İslami indi bu aracların etkisinin itirdiyini görür. Gələneksel və ya sünnəti araclarının bir-bir əldən çıxmasıyla jeopolitik bir çıxmaza girən Tehran hansı təhlükəli seçimlərlə qarşı-qarşıyadır? Və bu çıxmaz yol bölgəni necə daha böyük və yıxıcı bir savaşın eşigini gətirib. Verilişimizin davamında bu konuları dərinləməsinə incələmişik. Diqqətiniz bizdə olsun. Uluslararası münasibətlərdə ölkələr öz amaçlarını irəli aparmaq və çıxarlarını təmin etmək üçün bir sıra siyasi, iqtisadi, əmniyyəti və diplomatik vasitələrdən faydalanırlar. Bu vasitələrin etkinlik dərəcəsi bölgesel şərtlərə, küresel gəlişmələrə və müxtəlif oyuncuların qarşılıqlı əlaqələrinə bağlıdır. Bəzən uluslararası mühitdəki dəyişikliklər ya da güc dəngələrindəki dönüşümlər keçmişdə önəmli rol oynayan bəzi təsirli əhrumların getdikcə öz təsirini itirməsinə və yerlərini yeni aracların almasına səbəb olur. Keçən 30 il boyunca İran İslam Cumhuriyyətinin xarici siyasətindəki ən önəmli çəlişkilərdən biri bu ölkənin həstəyi məsələsi olmuşdur. 80-ci Günəş illərinin əvvəllərindən İranın həstəyi fəaliyyətlərinin uluslararası arenada diqqət çəkən bir mövzuya çevrilməsi ilə İran və Batı ölkələr arasındakı ixtilaflar yeni bir mərhələyə qədəm qoydu. Batı ölkələr İranın həstəyi bərnaməsinin sadəcə qeyri-nizami hədəfləri izləmədiyinə və bunun arxasında həstəyi silah düzəltmək qabiliyyətinə çatmaq çabasının da olduğuna inanırdılar. Bunun qarşısında İranlı yetişdilər hər zaman bu ittihamları rədd edərək həstəyi bərnamənin barışçıl olduğunu vurğulayırdılar. Bu dönemdə Cumhuri İslami öz pazarlıq gücünü artırmaq üçün bir sıra təhlükəsizlik və bölgesel araçlardan yararlanmağa çalışdı. Bir çox dönemlərdə İranın xarici siyasətinə egemen ya hakim olan yanaşma İranla üzləşmənin bədəllərini artırmağın, qarşı tərəfləri geri çəkilməyə və Tehranın istəklərini qəbul etməyə zorlaya biləcəyi fərziyyəsinə dayanırdı. Buna görə də bir çox bölgesel və uluslararası buhranlarda Tehran İrana yönəlik baskıların həstəyi məsələsindən daha geniş sonuçları ola biləcəyi mesajını çatdırmağa çalışdı. Ən önəmli anlaşmazlıq konularından biri İranın həstəyi bərnaməsinin necə irəli aparılması idi. Millətlər arası qurumlar İranın nüvə təsisatının və çalışmalarının böyük bir bölümünün uzun sürəliyinə uluslararası qurumlardan gizli saxlandığına və onlarla bağlı bilgilərin tam olaraq müfəttişlərə verilmədiyinə inanırdılar. Bu mərkəzlərin və çalışmaların bəzilərinin ortaya çıxması İran ilə uluslararası toplum arasındakı güvənsizlik səviyyəsinin artmasına və İranın həstəyi pərvəndəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərilməsinə nədən oldu. Bu aşamada Tehranın stratejisi nüvə çalışmalarına devam edərək və zənginləşdirmə tutumları addım-addım irəli apararaq uluslararası səhnədə yeni bir gerçəklik yaratmaq üzərinə qurulmuşdu. Sonraki illərdə raporların yayılması və İranın həstəyi bərnaməsinə qarşı millətlər arası həssasiyyətlərin artmasıyla bu pərvəndə Cumhuri İslaminin ən önəmli stratejik məsələsinə çevrildi. Təhrimlərin şiddətlənməsi, iqtisadi təcrid, siyasi baskılar və bölgə ölkələrinin qayğıları bu konunun önəmini neçə qat artırdı. Bu arada Cumhuri İslami'nin yetkiləri də ölkənin iç və xarici siyasətinin önəmli bir bölümünün taleyini bu pərvəndənin sonucuna bağladılar. Və bu məsələ bir növ Cumhuri İslami'nin ölüm-qalım məsələsinə çevrildi. Zaman keçdikcə və gərginlik artdıkca nüvə konusu tekniki və hüquqi bir məsələdən ötəyə keçərək təhlükəsizlik və jeopolitik bir məsələyə çevrildi. Həstəyi bərnamənin müxtəlif boyutlarının ortaya çıxması və İranın nüvə silahı düzəltmək gücünə
doğru getmə ehtimalı barədə qayğıların artması bu pərvəndənin İran ilə küresel güclər və bölgesel oyuncular arasındakı ilişkilərdə ən həssas konulardan birinə çevrilməsinə nədən oldu. Buna görə də bu sahədəki hər bir dəyişiklik İranın bölgesel konumuna, ölkənin xarici ilişkilərinə və hətta Cumhuriyyə İslaminin siyasi quruluşunun gələcəyinə geniş və dərin etkilər buraxdı. İranın raket ya həmən Muşaki bərnaməsi alanında da bənzər bir sürət izləndi. Cumhuriyyə İslami keçən illər boyunca öz Muşaki gücünü gəlişdirmək üçün geniş yatırımlar etdi və bu bərnaməni ölkənin caydırıcı ya bazdarləndici və milli təhlükəsizliyinin təməl daşlarından biri olaraq tanıtdı. Bu çərçivədə İranın müxtəlif yerlərində ya Şəhray Muşaki olaraq adlandırılan yeraltı və gizli mərkəzlərin yaradılması haqqında çeşitli raporlar və bilgilər yayıldı. Bu altyapıların yer almasından amac ölkənin Muşaki gücünü olası ya ehtimali saldırılar qarşısında qorumaq və daha gəlişmiş sistemlərin saxlanması və gəlişdirilməsinə imkan yaratmaq olaraq bildirildi. Zaman keçdikcə İranın Muşaki bərnaməsinin boyutları genişləndi və İran Muşakilərinin mənzili, dəqiqliyi və texniki bacarıqları haqqındakı tartışmalar İran ilə bölgə ölçüləri və küresel güclər arasındakı ilişkilərdə önəmli konulardan birinə çevrildi. İran uzaq mənzilli ya durbord və qıtalar arası ya qarrapeyma muşaklar alanında daha gəlişmiş teknolojilərə çatmağa çalışırdı. Bölgə ölkələri və millətlər arası oyunculara görə bu konu mövcud təhlükəsizlik dəngəsini etkiləyə bilərdi. Bu bərnamənin bəzi bölümlərinin ortaya çıxması və İranın böyüyən Muşaki zərfiyyətləri barədə qayğılarının artması bölgə ölkələrinin bu məsələyə qarşı həssasiyyətlərinin artmasına nədən oldu. Sonuçta İranın Muşak konusu getdikcə yalnızca savunma bir pərvəndəsindən ötəyə keçərək Tehran ilə bir çox bölgə və dünya dövlətləri arasındakı anlaşmazlığın təməl məhvərlərindən birinə çevrildi. Bu arada İranı tənqid edən ölkələr bu güclərin sürdürülə bilir şəkildə gəlişdirilməsinin bölgesel təhlükəsizlik üçün potansiyel bir təhdid ola biləcəyini savunaraq daha çox məhdudiyyətlər və denetimlərin uygulanmasını istədilər. Siyasi və diplomatik baskıların artması ilə İran tərəfindən gərginlikləri azaltmaq üçün danışıq və ya razılaşma ya təvafuqa dayanan bir çözüm yolunun yer alması gözlənilirdi. Ancaq gəlişmələrin gedişatı başqa bir yol izlədi. Bir çox dönəmlərdə çatışma ya təqabül ortamı şiddətləndi və Cumhuriyyə İslami tərəfindən gerçəkləşən Muşaki azmayişlər, əskəri güc göstərisi və təhdid edici dilin kullanılması Tehranın çatışmacı yanaşmasının bir nişanəsi olaraq yozuldu. İran hakimiyyəti düşünürdü ki, əskəri gücünün göstərilməsi və İranla üzləşmənin olası bədəllərinin artması bölgə ölkələri və küresel gücləri baskılara davam etməkdən vaz keçirə bilər. Bununla belə sonuç Tehranın gözləntisinin tərsinə oldu və baskıların azalması yerinə bölgə ölkələri və millətlər arası oyuncular arasında daha geniş bir işbirliğinin yaranmasına zəmin hazırladı. İranın Muşaki bərnaməsinə qarşın ortaq qayğı müxtəlif dövlətlər arasındakı bir çox anlaşmazlığın bir kənara buraxılmasına və Cumhuriyyə İslaminin siyasətlərinə qarşın bir növ siyasi və təhlükəsizlik görüş birliğinin ya icmanın yaranmasına nədən oldu. İranın gücünü və bölgesel nüfuzunu artırmaq üçün ən önəmli aracılardan biri olaraq işləməsi nəzərdə tutulan Muşaki bərnamə getdikcə Cumhuriyyə İslaminin xarici siyasətindəki təməl çətinliklərdən birinə çevrildi. Sonuçta bir zamanlar baskı və caydırıcı araç olaraq görülən tutumların bir bölümü zaman keçdikcə məhdudiyyətlər, millətlər arası baskılar və bölgesel rəqiblərin daha uyumlu təpkilər ilə üzləşdi və keçmişdəki etkilərini itirdi. Beləliklə son günlərdə xəbərlərin başına gələn Hürmüz boğazı konusu da daha öncə Pərvəndə-i Həstəyi və Muşaki bərnaməsində görülən eyni davranış biçiminə dayanaraq dəyərləndirilə bilər. Hürmüz boğazı məsələsində Cumhuriyyə İslaminin qərar alıcı başçıları bir daha bu inancdadırlar ki, dünyanın ən önəmli enerji keçidlərindən birinə sahib olmaq qarşı tərəfin hesablamalarını dəyişdirmək üçün etkili bir baskı aracına çevrilə bilər.
Körfəz ölkələrinin neft, qaz və enerji ürünləri satışının önəmli bir bölümünün keçdiyi Hürmüz boğazı hər zaman dünyanın ən həssas jeopolitik nöqtələrindən biri olaraq tanınmışdır və orada yaranan hər hansı bir aksaqlıq küresel enerji bazarları üçün geniş çaplı sonuçlar doğura bilər. Buna dayanarak bu su yolunda güvensizlik yaratmağın ya da ticari gəmilərin gediş-gəlişini məhdudlaşdırma təhdidinin bölgə ölkələrinə və onların uluslararası dəstəkçilərinə ağır iqtisadi və siyasi bədəllər ödəyə biləcəyi düşünülürdü. Bu çərçivədə enerji təhlükəsizliyinə yönəlik qayğıların artmasının qarşı tərəfləri baskıları azaltmağa, savaşı dayandırmağa və İranın istəklərinin bir bölümünü qəbul etməyə yönəldəcəyini gözlənilirdi. Bu anlayış getdikcə son savaş boyunca Cumhuriyet İslaminin stratejik hesablamalarının təməllərindən birinə çevrildi və danışıqlar sürəcinə və siyasi qərarların alınmasına da etki buraxdı. Ancaq əməldə meydan və siyasət dəyişiklikləri başqa bir yol göstərdi. İranın ilk hesablamalarında daha az diqqətə alınan birinci etken ya amil bölgədə enerji sadiratı üçün başqa yolların və altyapıların olması idi. Keçən illər boyunca bir çox neft və qaz ürətən ölkə Hürmüz boğazının qırılğanlığını bilərək boru xətləri, sadirat terminalları və alternativ yollar yaratmaq üçün geniş yatırımlar etmişdir. Gerçeği bu yollar Hürmüz boğazının yerini tam olarak tuta bilməz, ancaq enerji sadiratının bir bölümünü olası aksaqlıq təhlükəsindən qoruya bilər və İranın baskı aracının etkisini azalda bilər. Bu çərçivədə Körfəzin güney sahillərindən Orta Asiya və Qafqaza qədər yeni altyapıların gəlişdirilməsi üçün geniş bir çaba ortaya çıxdı. Körfəzdəki ərəb ölkələri neft və qaz boru xətlərinə, yeni limanlara, sadirat terminallarına və dəniz və quru daşımaçılığı ya həmlünəql şəbəkələrinə yatırım edərək gələneksel və ya sünnəti yollara olan bağlılıqlarını azaltmağa çalışdılar. Eyni zamanda Türkiye, Azərbaycan, Türkmenistan, Pakistan və başqa bölgesel oyuncular kimi ölkələr də tranzit və enerji koridorları biçimində İran torpaqlarından keçmədən bölgənin doğusu ilə batısını və ya quzeyi ilə güneyini bir-birinə bağlaya bilən yollar izlədilər. Sonuçta Cumhuriyet İslami bölgədəki enerji axışına etki etmək tutumunun bir bölümünü itirməklə qalmadı. Bəlkə daha geniş bir olayla üzləşdi və İranın çevrəsində paralel koridorlardan və alternativ yollardan oluşan bir şəbəkə yarandı. Bu yollar Bəsrə körfəzindən Ağ dənizinə, Qafqazdan Çinə və Hind okyanusundan Avropaya qədər uzandı və bu sürəcin sonucu qısa müddətli bir baskı aracının əldən getməsindən çox daha ötədə oldu. İran getdikcə elə bir ortamla üzləşdi ki, orada bölgənin təməl ticarət, enerji və tranzit yollarının önəmli bir bölümü İran topraklarından keçməyə gərək duyulmadan dizayn edildi. Belə bir durumda bir zamanlar özünü bölgənin ilişki ya irtibat dört yolu sanan bir ölkə jeopolitik bir çıxmazla ya bombast ilə qarşı-qarşıya qaldı. İkinci etken, qarşı tərəflərin Cumhuriyet İslaminin davranış biçimlərini və hesablamalarını daha dəqiq tanıması idi. Amerika və müttəfiqləri keçən illər boyunca Tehranın təpkilərini öncədən görə bilmək üçün yetərli deneyim ya təcrübə qazanmışdılar və məhz buna görə də Hürmüz boğazını bağlama və ya enerji yollarından aksaqlıq yaratma təhdidi keçmişin tərsinə olaraq afilcilik ünsurunu yarada bilmədi. Bu baxımdan qarşı tərəf müxtəlif senaryoları öncədən incələmiş və özünü belə bir durumla üzləşmək üçün hazırlamışdı. Sonuçda Hürmüz boğazı ilə bağlı təhdidlərin əskəri əməliyyatları dayandırmasına ya da baskıları azaltmasına nədən olmağının yerinə çatışmalar sürəci davam etdi və Cumhuriyet İslaminin məvazeyinə qarşı saldırılar dayanmadı. Bu sürəcin davamında Amerika eyni zamanda iki stratejik hədəf izlədi. Birincisi, dəniz mühasirəsindən yararlanaraq İranın neft və enerji ürünləri sadiratından gəlir əldə etmə bazarlığını məhdudlaşdırdı və ikincisi, İranın altyapılarına və əskəri mərkəzlərinə saldırılar təşkil etdi. Bütün bunların son nəticəsi bu oldu ki, enerji buhranı yolu ilə baskı yaratmağa dayanan strateji qarşı tərəfi Tehranın istəklərini qəbul etməyə zorlaya bilmədi.
Bu məsələ göstərdi ki, stratejik alandakı dəyişiklikləri və rəqiblərin yeni şərtlərə uyum sağlama bacarığını diqqətə almadan təkcə bir jeopolitik baskı aracına dayanmaq heç zaman gözlənilən sonuçları gətirib çıxmaz. Və Cumhuriyet İslaminin ən önəmli baskılı araclarından biri kimi işləməsi nəzərdə tutulan bir arac gəlişmələrin gedişatında təyin edici bir etki buraxa bilmədi və gözlənilən sonucu yaratmadı. İndi İranın gələneksel baskı araclarının bir çoxunun addım-addım ortadan qalxmasıyla bu ölkənin qərar alıcı başçıları daha çətin seçimlər qarşısında qalmış və böyük bir qumara əl atmışlar. Tehran həstəyi və muşaki gücü bölgesel nüfuzu və Hurmuz boğazını bağlamağa təhdidi kimi aracların etkisi azaldıktan sonra artıq gəlişmələrin gedişatına keçmişdəki kimi etki edə bilmir. Belə bir durumda çox daha yüksək risk daşıyan və bütün bölgə ölkələr üçün geniş və öncədən görülə bilməyən sonuçlar doğura biləcək seçənəklərə doğru getmə təhlükəsi artır. Bu çərçivədə bölgə ölkələrinin enerji altyapılarından İran tərəfindən hədəf alınması olası ən ağır bədəlli senaryolardan biridir. Belə bir yanaşmanı tasarlayanlar düşünürlər ki, qonşu ölkələrin neft və qaz altyapılarına, paylaşqahlarına, sadirat limanlarına və enerji altyapılarına ziyan vurmaq onları bu sonuca çatdıracaq ki, savaşı sürdürmək İrana bədəl ödəməkdən daha çox bütün bölgə üçün ziyanlıdır. Bu baxımdan enerji bazarındakı aksaklıklardan yaranan iqtisadi baskı bölgə dövlətlərini çatışmaya son qoymaq üçün çalışmağa zorlaya bilər. Ancaq bu hesablama tamamilə tərs sonuçlar yaratmışdır və bölgə ölkələrinin yaşamsal ya həyati altyapılarına yönəlik saldırılar bölgesel və bölgədən kənar oyuncular arasında çatlaq ya şikaf yaratmaq yerinə Cumhuriyet İslamiyə qarşın daha geniş bir etilafın yaranmasına zəmin hazırlamışdır. İndiyədək çatışmanın doğrudan genişlənməsindən qaçınmağa çalışan ölkələr indi özlərini doğrudan bir təhdid qarşısında görürlər və bu sonuca çatmışlar ki, Tehranın davranışında köklü bir dəyişiklik olmazdan onların təhlükəsizliyi və sübatı təmin olunmayacaqdır. İranın davranışı dəyişməzsə və Cumhuriyet İslami bu böyük qumardan geri çəkilməzsə, çatışmanın qapsamı məhdud əskəri vuruşmalardan ötəyə keçəcək və daha geniş bir üzləşməyə çevriləcəkdir. O zaman İranın enerji altyapıları, elektrik şəbəkəsi, elektrik santralları, yəni nirugahları, sənaye mərkəzləri, limanları, daşıma xətləri və başqa yaşamsal bölgələri də geniş saldırıların hədəfi olacaqdır. Əlbəttə, son günlərdə bəzi bölgə ölkələri arasında İran İslam Cumhuriyyətinə qarşın daha geniş təhlükəsizlik və əskəri işbirliklərinin yaranması haqqında çeşitli dəyərləndirmələr ortaya atılmışdır və bu böyük bir savaşın xəbərcisidir. Değerli dinləyicilər, göründüyü kimi İranın xarici siyasətindəki gələneksel baskı araçlarının necə etkisiz qaldığını və bu durumun yarada biləcəyi böyük təhlükələri dinlədiniz. Dünya və bölgə ölkələri artıq yeni bir güvənlik dəngəsi qurmaqdadır. Əgər Tehran hakimiyyəti öz davranışında köklü bir dəyişikliyə getməzsə və bu stratejik və böyük qumara davam edərsə, bunun bədəli yalnızca bölgə üçün deyil, İranın öz yaşamsal altyapıları və iqtisadiyyatı üçün də çox ağır və dağıdıcı olacaqdır. Bununla da Araz News Radyosu'nun gündəm verilişinin bu bölümünün sonuna gəldik. Programı sonuna qədər dinlədiyiniz üçün təşəkkür edirik. Gələn verilişə dək sağ və əsən qalın. Çox səsliliyin səsi Araz News Radyosunu dinləyirsiniz.